Kopenhagen yaxınlığındakı Öresund boğazının sularında arxeoloqlar indiyə qədər tapılan ən böyük orta əsr dişli tipli ticarət gəmisi aşkar ediblər. Publikas xəbər verir ki, bu barədə Independent qəzeti yazıb. Viking gəmi muzeyindən bildirilib ki, Svailget 2 adlı gəminin kəşfi 15-ci əsrdə Şimali Avropada ticarətin miqyası haqqında düşüncələri dəyişdirir. Uzunluğu 28 metr, eni 9 metr və hündürlüyü 6 metr olan gəmi təxminən 1410-cu ildə inşa edilib. O təxminən 300 ton yük daşıya bilirdi ki, bu da belə gəmilər üçün rekord göstəricidir. Qazıntıların rəhbəri, dəniz arxeoloqu Otto Uldum bu kəşfi dəniz arxeologiyasında böyük mərhələ adlandırıb. O, bunun orta əsrlərin ən böyük ticarət gəmilərinin necə tikildiyi və necə qorunduğu barədə yeni anlayış yaratdığını söyləyib. Otto Uldum deyib ki, gəmi istehsalçıları gəmini duz, taxta, kərpic və qida məhsullarının daşınması üçün mümkün qədər tutumlu etmək üçün xüsusi olaraq dizayn ediblər. Qeyd olunur ki, gəminin taxtaları iki bölgədən gətirilib. Palıd taxtalar Pomeraniyadan, çərçivə isə Niderlanddan. Alimlər gəminin Niderlandda inşa edildiyinə inanırlar. Gəmi təxminən 13 metr dərinlikdə qoruyucu lil təbəqəsi sayəsində mükəmməl şəkildə qorunub saxlanılıb. Arxeoloqlar hündür qalalar, kərpic mətbəxin qalıqları və dənizçilərin şəxsi əşyalarını, ayaqqabı, daraq, dua muncuqları, tunc qablar və keramika qablar tapıblar. Otto Uldum qeyd edib ki, bu əşyalar heyət üzvlərinin tanış quru həyat tərzini daşıdıqlarını göstərir. Gəmidə heç bir silah və ya döyüş əlaməti olmadığında, onun sırf ticarət üçün nəzərdə tutulduğu güman olunur. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və videonu bəyənməyi unutmayın.